Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün dekabr ayının 2-si, həftənin çərşənbə axşamı günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyətində ixtisarlar aparılır. Bununla bağlı demək sosial mediada, həmçinin saytlarda xəbər yayılıb. Xəbərdə bildirilir ki, depo və qatarların yuyulmasına məsul olan işçilərdən öz ərizələri ilə işdən çıxmaq tələb edilir. Mənbənin sözlərinə görə bu ilin yayında qurum daxilində iş saatının 12 saatdan 8 saatlıq rejimə keçidi və bir qədər sonra isə ixtisarlar olacağı ilə bağlı məlumatlar yayılıb. Öz ərizəsi ilə işdən çıxarılan əməkdaşlara Bakı metropoliteninin başqa bir şirkətin idarəçiliyinə verildiyi əsas gətirilir. Bu səbəbdən də işçilərin sayının azaldığı deyilir. Xüsusilə 50 yaşdan yuxarı əməkdaşlar işdən çıxarılırlar deyə demək mənbə bildirib. Onu da deyək ki, iddia olunur ki, ixtisarlar dekabrın 4-də başlayacaq. Məsələ ilə bağlı qurum tərəfindən isə hələlik rəsmi açıqlama verilməyib.